Ha, maşın vurdum sənin üstündə. Kimdi vurdu bunun nömrəsinə bax. Deyən baxım. 10 ay. Ha! Sıçan! Ha! Adam! Ne olub ay gedə, nə anqırırsan? Allah məni öldürsün, bu nədir belə? Öldürdün bunu. Bir dəqiqə. Nə olar, mən bizonmu içib çıxıb gedirəm. Bu nədir la belə? Bizon Max da tərkibi o birislərdən yaxşı, qiyməti də 1 manat daha ucuz. Yox, bu nə rahatçılıqdır. Çünki mən həmişə səndən yox, bu dünyadan gizlənmişəm. Həm də sən bu mətbəxdə oturub özün-özünlə danışanda sənə qulaq asan yeganə məxluq mən idim. Ona görə də mən inanıram ki, sən yaxşı adamsan. Həm də biz səninlə bir-birimizə çox oxşuyuruq. Səndən kişi olmadı da qulaq asırsan buna. Göz atovu çağırım öldürsün bunu. Ay kişi! Nə olub ha? Nə səs küy salıbsınız burada? Ata! Nə? Necə? Ola bilməz. Nə oldu Ayşəm? Eynəyim o bir otaqda qaldı. 10 ildir burada işləyirəm. Birinci səfərdə belə şey görürəm. Nə olub? Necə analizə belə tez çıxıb? Sizə pis xəbərim var. Çox az vaxtınız qaldı. Nə pis xəbər? Piş-piş eləməz. Piş-piş? CD analizi. Laboratoriya baxılanır, tələsəz yaxşıdır. Okey. Mən belə virus birinci səfərdə Nə görürəm. virus Ayşəm? Kinozla yükləmişim, dəqiqə başı donur kompüter. Yaxşı, gəlin rengenizə də baxaq. Vay vay, biabırçılıq. Nə olub Ayşəm? Rengen aparatı köhnəlib təzəsini almırlar, heç nə görmək olmur. Bu ağciyərdə olan ləkələri görürsünüz. Bu tuberkulozdur. Amma bu sizin deyil, sizdə təmizdir. Pasiyent Əlizadə, Mənəm Əlizadə. xərçəng olan. Xərçəng? Ha, bildim. Mən bir cüm xərçəngdir, mənimlə məzələnərsiniz, hə? Mən astroloq oxşayıram, ala